Sol cinaha verdi Həbibini məzahiri. Deyir, sol cinaha sən baxacaqsan. Orta cinaha kim verdi? Çağırdı, qardaş, Əbəlfəz. Bəli, yabnə Rasulillah. Hələ qardaş demir ha. Demir Əbəlfəz, ədəblidir. Deyir, bəli ağa. Deyir, orta cinaha da sənə tapşırdım. Ələmdarımsan sən mənim. Ələmdar sözün mənasını bilirsiniz? Ay Hüseynin, Əbəlfəzin aşiqləri. Bilsən İmam Hüseyin neyi tapşırdı ona? Dedi, buranın bütün idarəçiliyi səndə. Sanki Əbəlfəz ağa da demək istəyir ki, ağa, nə qədər ki mən varam, hər şeyi mən eləyim, sən əziyyətə düşmə. Sən şahsan, diyan kənarda, hələ ki Əbəlfəzün sağdır, sənin nə tapşırığın oldu, mənə tapşır. Əbəlfəz ona görə bütün işləri Əbəlfəz ağa idarə edir. Bütün işləri Əbəlfəz ağa idarə edir. Əbəlfəz ağa nökərlik edir, nökərlik. Ona görə şair yazır, ya Hüseyin, ləbləri və saqı-i Kevsər yaraşar. Ağa, kəsilən əlləri və pərçəmi məhşər yaraşar. Demirəm qoy ayağın gözlərimin üstə, ağa, ayağın altına baş qoymağa əkbər yaraşar. Nə rəvadır sinən üstə şimr qoya ayağın, o gözəl sinəyə vallah Əli Əsğər yaraşar. Mən kiməm? Sizin adınızdan deyim, icazə verirsiniz mənə. Mən kiməm? Mən nəçiyəm? Adıma nökər deyələr. Sən kimi şahə, Əbəlfəz kimi nökər yaraşar. Ağa, mən kiməm deyəlim deyim, mən sənin nökərinəm. Mən nökər ola bilərəm sənə, mən özüm üçün deyim, yaxşı. Ağa, sənə nökər olmaq mənə yaraş, mən o deyiləm. Sən kimi şahə, Əbəlfəz kimi nökər yaraşar. Həzreti Peyğəmbər qiyamət günü xanım Zəhraya sual verəcək. Zəhracan, bəli ayata, Zəhracan, ümmətin şəfaəti üçün nə gətirmisən? Deyəcək, atacan, ümmətin şəfaəti üçün balamın 2 dənə kesilmiş qolu kifayət eləyər. Əbəlfəzə balam deyir. Bu gecə idi, ay Hüseynin əzadarları, bu gecə idi. Bəlkə də hamınız bu gecəni gözləyirsiniz, hə? Tasua gəlsin, hacətlərlə gəlmişsiniz. Mənə qardaşlar deyirdi, bəziləri hətta gözləyirdi bu gecə, o biri günləri gələ bilməyiblər. Gəlib bu gecə saxlasınlar İmam Hüseyni əza. Gəlmişsiniz, əzadarlar, xoş gəlmişsiniz. Amma bu gecə İmam Hüseynin çox çətin vaxtlarıdır, valla. Çox çətin vaxtlarıdır. Bu gecə idi ki, İmam Hüseyin Əbəlfəz ağa idi. Əbəlfəz, get Ömər Səddən icazə al, bu gecə çünki qətl eləmək istəyirdilər. Bir dənə bu gecəni icazə versinlər bizə. Hüseyin, nə istəyirsən? Əbəlfəz, istəyirəm əl-əf, ya Rəbbəl aləmin. Gecə Allahla münacat edeyim. Allah, Allah demək istəyirəm. Bu gecə siz də yatmayın bir hissəni. Qalxın bu gecə deyin Allah, 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 Allah deyin. Yadınıza düşsə Əhl-i Beytin o məzlumiyyətin xatırlayın bu gecə. Yeri var bu gecə. Əbəlfəz getdi, icazə aldı və icazə verilir. Bu gecə amma Hüseynin axır gecəsidir. Ən axır gecəsidir. Xanım Zeynəb də bilir axır gecəsidir. İndi sən bir dənə təsəvvürlə, bir dənə Əzizvi gözünün qabağına gətir. Bilirsən ki, Əzizin bugün axırıncı gecəsidir. İndi biri anasının gözünün qabağına, biri qardaşının gözünün qabağına, biri atasını, biri bacısını. Sən bilirsən, bu gecə sənin Əzizin ən axır gecəsi. Neyniyərsən? Başının üstündən keçərsən kənara, heydi yanarsan ətrafında, əlindən tutarsan, öpərsən. Üzündən öpərsən. Hara qoyub bizi gedirsən, ana, hara qoyub bizi gelirsən, qardaş, hara qoyub gelirsən, atacan bizi. Bu gecə bir nəfər ki, nəzarət edirdi, Əhl-i Beytin tərəfdarlarından biri nəzarət edirdi, xeymələrə baxırdı, deyir, gecə vaxtı gördüm, bir şəxs o yana gedir, bu yana gedir. Dedim, ay Allah, bu kimdir görəsən? Baxdım, gördüm, əyilir aşağı, yerdən nəsə götürür, qalxır. Ay Allah, bu kimdir? Axırda dözə bilmədim. Dedim, sən kimsən? Bir də gördüm, çox gözəl bir səslə cavab gəldi mənə. Mən Hüseynəm, nə istəyirsən məndən? Dedim, ağa, sən neynirsən bu vaxtı? Niyə xeymələrdə deyilsən? Nə əyilib götürürsən? Bir sənə cavab verdi. Dedi, xeymələrin qabağından tikanları yığıram. Ağacan, niyə tikanları yığırsan? Sabah bilirəm, Rüqəyya bu tikanların üstündə qaçacaq o yana bu yana. Bacım Zeynəb burada qaçacaq o yana.